Mən sizi bir daha salamlayıram. Əgər Notepad proqramını yükləyib açmısınızsa, görürsünüz ki, burada new bir faylı avtomatik yaradılıb və ilk öncə bunu qeyd etmək istəyirəm ki, kodlaşdırmadan öncə əvvəlcə kodlaşdırmaya fikir verəsiniz. Kodirovka UTF-8 biz bu without olanı seçin və yaxud buradan preobrazovat UTF-8 biz bu edirsiniz. Məncə avtomatik seçilməlidir. Yəni mən özüm burada qoymuşam bunu. Əgər sizdə belə deyilsə, mütləq bunu belə edin və bu faylı biz index.html kimi yadda saxlayırıq. Niyə məhz index olur faylın adı? Çünki bütün saytların ana səhifəsinin adı index.html və yaxud index.php olur. Kodlaşdırma dilindən asılı olaraq. Əslində bütün səhifələr HTML koddan ibarətdir. Sadəcə PHP ilə başa çatan saytlar, bu haqda əslində danışmaq istəmirəm, dinamik veb saytlarda onlar da HTML koddan ibarətdir. Sadəcə PHP kod da olduğu üçün tərkibində saytın sonuna mütləq PHP yazılır formatına və biz indi sadəcə HTML keçdiyimiz üçün adını index.html qoyuruq və səhifənin koduna keçək. Mən burada əlavə materiallarda nümunə adı kimi, nümunə adı ilə yadda saxlamışam onu. Niyə hazır bunu yadda saxlamağa ehtiyac yoxdur və sadəcə fayllardan götürə bilərsiniz. Çünki səhifədən səhifəyə bu kod fərqlənmir. Yəni bu səhifənin əsas kodudur. Kodun əsas hissəsidir daha doğrusu. HTML ilə başlayıb HTML ilə bitir. Buna HTML-da tag deyirlər və bütün HTML səhifələr HTML tag ilə açılır və həmin bu taglə də bağlanır. Bu qoşa taglərdir və HTML tagın arasında iki tag var. Yəni HTML səhifəsi iki hissədən ibarətdir. Baş və bədən hissəsi. Baş hissəsində gördüyünüz kimi hələ ki iki tag var. Bir meta tagdir. Meta tag gördüyünüz kimi tək tagdir. Açılır, lakin bağlanmır. Belə deyə bilərik ki, eyni zamanda həm açılır, həm bağlanır. Və daha bir tag var, title tagi. Title nədir? Title səhifənin ad hissəsidir, adı olan hissəsi. Biz bu faylı yadda saxlayırıq və Opera vasitəsilə açırıq. Görürük ki, boşdur. Sadəcə adı var səhifənin. İlk HTML səhifəm. O söz ki, o cümlə ki, burada gördüyünüz kimi title taglərin arasında yerləşdirilir. Və istəyirəm bu səhifəni biz yavaş-yavaş dolduraq, keçək kodlaşdırmaya. Hazır mətndə qoymuşam, dostluq haqqında nümunə mətni. Əlavə materialların içində bu faylı görəcəksiniz. Bu faylın mətnini kopya edib ataq burada body taginin arasına. Bildiyiniz kimi HTML kod, HTML demək olar ki, tərkibində olan yazılar body taglərin arasına yerləşdirilir və bunu yadda saxlayaq. Səhifəmizi yeniləyək. Görürük ki, həmin bu yazdığımız mətn gəldi, yerləşdi burada. Amma sadəcə bir fərq var ki, gördüyünüz kimi burada mətndə abzaslar var, yeni misralar var. Amma burada görürük ki, bütün mətn qarışıb bir-birinə, birləşib bir-biri ilə və buna görə də HTML dilində abzas tagi var. P hərfi ilə işarələnir. P yəni ingilis dilindən paragraf deməkdir. Və HTML paragraf tagi P hərfi ilə başlayıb və P hərfi ilə bitir. Artıq diqqət etdiyiniz kimi başlayan taglə, bağlayan, açan taglə bağlayan tag arasında fərq backslash'dədir. Bu cür açırıq və backslash ilə bağlayırıq. Və bunları təkrarlaya bilərsiniz. Təkrarlayın siz də. Abzasları açaq əvvəlcə. Və bağlayan tagləri də yazaq.
yadda saxlayaq faylı və səhifəmizi browserdə yeniləyək. Görürük ki, bir qədər mətn öz qaydasına düşdü və abzas teginin əlbəttə nəinki abzas teginin bütün teglərin atributları da olur və ilk keçmək istədiyim atribut align olacaq. Mətnin ekranın eni boyunca yerləşməsi. Align. Əgər istəyiriksə mətn ekran boyunca mərkəzdə yerləşsin. Align. Eni boyunca mərkəzdə yerləşsin. Align center yazırıq və yoxlayırıq. Görək nə olur. Və görürük ki, mətn ekranın ortasına yerləşdi. Həmçinin align atributunun başqa qiyməti də ola bilər. Məsələn, align justify yazsa, görərik ki, mətn, mən ikinci abzasda bunu etdim. Mətn ekran boyunca, eni boyunca bərabərləşir. Və align left də var. Əslində align left-i göstərməyə ehtiyac yoxdur. Yəni align left yazsaq, elə mətn standart vəziyyətinə qayıdır və standart olaraq align atributunun qiyməti left olur. Bunu yazmağa isə ehtiyac yoxdur. Right yazsaq, görərik ki, ekranın eni boyunca mətn sağa tərəf yerləşdi. Və mən istəyirəm buradan silin bu atributu. Siz istəyirsiniz yadınızda qalsın deyə saxlayın. Və növbəti keçmək istədiyim tag başlıq tagidir. H1 birinci səviyyəli başlıq. Və başlığa dostluq yazaq. Mətnimizin mövzusu olsun. Yerinə düşsün. Və açıb görün ki, bu başlıq da əlavə olundu bura. Həmçinin başlığa da əlavə etmək olar align-ı. Məsələn, istəyirəm ki, başlıq ortada yazılsın. Və görürük ki, yazı ortaya yerləşdi. Və başlıq tegləri 6 səviyyədədir və müvafiq olaraq səviyyələrə görə tegin adı da dəyişir. İkinci səviyyəli başlıq H2 olur və başlığın səviyyəsi dəyişdikcə, artdıqca şriftin ölçüsü azalır. H6 etdikdə görərik ki, mətn demək olar görünmür. Və mən qaytaram H1-ə, belə saxlayıram və bugünkü dərsimizi bununla yekunlaşdırmaq istəyirəm. Növbəti dərsdə görüşərik.